İki sayılı Bakı İnzibati İqtisad Məhkəməsində hakim Rəna Hüseynovanın sədrliyi ilə hüquq müdafiəçisi Emin Hüseynovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinə qarşı dövlət orqanının hərəkətinin qanunsuz hesab olunması, ayrı-seçkiliyin qadağan olunması, maddi və mənəvi zərər tələbinə dair iddiası üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə zamanı hakim iddiaçıdan müsadirə edilmiş mallara saxlandığı yerdə mütəxəssislərin iştirakı ilə baxış keçirmək üçün Heydər Əliyev adına hava limanına gedilməli olduğunu bildirib. Lakin cavabdeh Dövlət Gömrük Komitəsi malların saxlandığı ambara baxış keçirmək üçün bir neçə yerdən icazə almaq gərək olduğunu deyib. Bununla bağlı hakim yerindəcə müşavirə edərək iddiaçıdan müsadirə edilmiş malların məcburi qaydada məhkəmə prosesinə gətirilməsi barədə qərarda çıxarıb. Bundan başqa məhkəmə zamanı iddiaçı Emin Hüseynov cavabdeh Dövlət Gömrük Komitəsinin əməkdaşlarının onunla kobud rəftarını sübut edən görüntülərin təhlükəsizlik kamerasının həmin günə, yəni 1 fevral 2011-ci il tarixinə olan lent yazısını məhkəməyə gətirilməsini təmin etməyi məhkəmədən xahiş edib. Hakim yerindəcə müşavirə edərək fəsadəti təmin etdiyini bildirib. Növbəti proses 10 noyabr saat 15-ə təyin edilib. Xatırladaq ki, fevralın 1-də Dubaydan Azərbaycana qayıdarkən hüquq müdafiəçisini gömrükdə 3 saat saxlayıblar. Ondan mobil telefon, televizor, eləcə də işlənmiş kameranı müsadirə edərək götürüblər.